Vətən müharibəsi şəhidinin yeni doğulan qardaşı sağalaraq evə buraxılıb. Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Sumqayıt Perinatal Mərkəzinə təxliyə olunan Vətən müharibəsi şəhidi Araz Seyfullayevin yeni doğulan qardaşı sağalaraq evə buraxılıb. İyunun 4-ü 2024-cü il tarixində Masallı rayon mərkəzi xəstəxanasında doğulan körpə tənəffüs çatışmazlığı səbəbilə Sumqayıt Perinatal Mərkəzinə təxliyə olunub. Neonatal reanimasiya və intensiv terapiya bölməsinə yerləşdirilən körpə süni ventilyasiya aparatına qoşulub. Körpədən zəruri müayinələr götürülüb və adekvat müalicə tədbirləri görülüb. Həkimlərin səyi nəticəsində sağlamlığına qovuşan yeni doğulan körpə sağalaraq evə buraxılıb. Bizə göstərilən bütün qayğıya görə, hörmətə görə hər kəsin, zəhməti keçən hər kəsə öz təşəkkürümü bildirirəm. Xüsusən də Sumqayıt Perinatal Mərkəzinin rəhbərliyinə, kollektivinə, doktorlara, hamısına öz təşəkkürümü bildirirəm. Çox sağ olsunlar. Mənim arzum o idi ki, elə mənim Arazım kimi Araz dünyaya gəlsin. Onun xasiyyətində, onun kimi mehriban, şən, onun kimi mərd, vətənpərvər olsun. Arzum o idi ki, ona bənzəsin. Yəqin ki, bənzəyir. Elə ona da bənzəyəcək inşallah. Körpə 4 iyunda 2024-cü ildə Masallı rayon xəstəxanasında dünyaya gəlmişdi. 36 həftə gestasiya yaşında 2 kilo 650 qram çəkidə. Doğulanda vəziyyəti ağır idi, tənəffüs çatmamazlığı əlamətləri olduğu üçün Sumqayıt Perinatal Mərkəzinə təxliyə olunmuşdu. Bizdə uşağın vəziyyəti ilk günləri çox ağır idi. Süni tənəffüs aparatında tənəffüs dəstəyi alırdı. Körpəyə zəruri müayinələr və adekvat müalicə aparılıbdır. Hal-hazırda uşağın vəziyyəti kafidir. Uşaq evə yazılır, ali həkimin nəzarəti altına. Qeyd edək ki, 2001-ci il təvəllüdlü Araz Seyfullayev Vətən müharibəsi zamanı xüsusi təyinatlı qüvvələrin tərkibində Füzuli və Cəbrayıl rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib. 4 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalıb. O, ölümündən sonra Vətən uğrunda Füzulinin azad olunması və cəsur döyüşçü medalları ilə təltif olunub.